İndi de bu Ilhos Kolxozoviç Komsomolski gedib girmişti Trump'ın dalına. O üniversitede axırıncı sırada oturanlar olurdu. Böyle yukarıda böyle dikte durmuştu. Güya indi bu dünyada image yaratmak istiyor ki Trump'ın dostudur. Ne bileyim Putin'le daha da dostlaştı. Buna hiç kim hiç ne eleyebilmez. Tabi böyle Krutoy oğlandı da bu. KGB atkodunun Moskva oyuncağının vıradışı. Sen ancak bu şovları Azerbaycan halkının kalan hissesini, korkmayan hissesini korkutmak için edebilirsen. Çünkü artık herkes bilir ki dünyada seni normal adam kimi kabul eden yoktu. Bütün görüşlere, bütün tanışlarla, bütün summitlere gitmek için, kimiləsə şəkil çəkdirmək üçün, görüşmək üçün, videoza çəkdirmək üçün sen Azerbaycan'ın milyonlarını verirsen. Amerika'ya gitmək üçün də Trump'la orada dırnaq arası desək sülh sazişi imzalamaq üçün Ermənistanla milyonlar vermişsən. Bugün də keçən dünənki gündə, sırağay gündə Misirdəki sammitə getmək üçün, orada iştirak etmək üçün milyonlar vermişsən. İmenlə Trump'ın sənə dönüb nəsə deməsi üçün ona rüşvət vermişsiniz. Siz bunun hamısını pulla edirsiniz. Və əgər bununla sən dostluq, nə bilim nəlik, qardaşlıq imiji yarada bilirsənsə, sən mənə de görüm Trump'ın bu dünyada kimdi dostu? Ya sənin dostun kimdi? Siz ahlaksız siyasetçilerin ümumiyyətlə dostu olabilir mi bu dünyada? Siz kimləsə dost olabilir misiniz? Bak bunu de görüm. Sizin dostunuz olabilmez. Bu senin sırağay günü Putin'le, Trump'la görüşüp Azerbaycan'a qayıdan kimi Azerbaycan'da her bir uşaq bilir ki Ramiz Mehdiyev senin atanın ve senin hakimiyetinin kurucusudur. Sizin hakimiyetiniz hele bugüne kadar da ayakta durursa o şeytan, o micit, o karlık Ramiz Mehdiyev'in sücayeti, alçaq hərəkətləri nəticəsində, quruculuğu nəticəsində bugün sizin hakimiyetiniz ayakta durur. Siz dost bilirsiniz mi? Siz kardeş bilir misiniz? Sen onu götürdün, bastın, ev dustağı ettin, başına oyun açırsan dövlət çevrilişi nə bilim nə. O alçaqdır, o şərəfsizdir. O tip insanlar her cür işkenceye, her cür həbsə, her cür alçaq hərəkətə layiqdirlər. O Ramiz Mehdiyevi nəzərdə tuturam. Amma sən indi bugün, dünən Putin'le öpüşüp görüşməklə, Trump'la şəkil çəkdirməklə dünya ve ya Azerbaycanlılara göstermek istəyirsən ki senin dostların var. Sizin ne vaxtdan dostunuz olub? Kimdi Putin'in dostu bu dünyada? Mənə gösterin görüm. Asılı oldukları o Orta Asya ülkeleri sen ve başkaları onun etrafına toplaşırsınız ki hakimiyetten sizi iti kovan kimi kovmasın. Siz bununla hara kadar aparacaksınız bunu? Sizin dostunuz mu olabilir? Sen hatırlamırsan mı? Senin atan hakimiyette olduğu vaxtda etrafı itle doluydu. Dostları, tanışları, dəstəkçiləri. Moskvadan iti qovan kimi Gorbaçov geldi, qovdu. Bir adam yanında kaldı mı? Bir adam ona dəstək oldu mu? Yine fırıldaq kurdu, oyun kurdu. Azerbaycan'da hakimiyete geldi. Yine yığdı etrafına iti pişiyi. İndi sen hakimiyettesen deyin, senin etrafında görünenler var. Sabah hakimiyetten atan geden kimi gedende göreceksiniz sizin dərinize necə saman təpəcəklər. Gedib Trump'la şəkil çəkdirirsən, ya ne bileyim Putin'le öpüşürsen yeniden, günde bir defa o uşaq bağçasında uşaqlar birbirini qırıb deyəndən kimi mənim qarşokumu ver bura, oyuncaqlarımı da götürürəm, senden ayrılıram. Belə ilə uşaq oyuncağı oynayırsın. O Trump güya o boyda Amerika'nın prezidenti, körpə uşaq ağlı kadar ağlı yoktu. Sen de gelip onun yanında durup gör Misirdəki sammiti uşaq bağçasının dairəvi oyuncağına benzetti. Birbiriyle salamlaşmaq, birbiriyle şəkil çəkmək, uşaq kimi birbirinin əlini sıxmaq. Kim kimin əlini çox möhkəm sıxacaq, kim kimin əlini daha
çox saxlayacaq əlində. Erdoğan filan kəslə ayaq üstə durdu, görüşdü. Nə bilim, filan kəslə oturaqlı görüşdü. Nə bilim, filan kəsə dedi ki, sigareti tərgit. Utanın yerə girin, boyunuzu yerə soxum sizin. Siz adamsınız, siz doğrudan da özünüzü qoymuşsunuz pasledni yerə, çakal yığını.